Herkese salam. Yeni bir vloga başlayıram. Səhər yuxudan oyanmışıq. Saat 10'du və Alina da oyandı. Bugün biraz günə tez başlayırıq. O ne baxışdı? Kızlar, hal-hazırda hamamdan çıxdım və ən birinci güneş kremimi çəkəcəm. Çünki artıq gün içində evdə də olsam ya, yəni balkona da çıxsam, üzümdə güneş kremi məncə olmalıdır. Yəni belə məsləhət görülür ki, güneşə çıxmasaz belə gün ərzində güneş kremi vurulmalıdır. Və mən belə Sanex'in belə güneş kremindən istifadə edirəm. Bunu aptekdən almışdım. 9-10 manat arası olur. Bəzi yerlərdə 8 manata da tapa bilərsiniz. Yəni bu həm üz üçün, həm də bədən üçündür. 50 SPF-dir. Tərkibi baxın burada da görünür. Oxuya da bilərsiniz. Yəni mən məmnunam. İllərlə istifadə edirəm. 150 millisi təxmini 1 il gedir mənə. Mən sadəcə üzümə çox vaxt istifadə edirəm. Yayda isə qollarıma və bəzən də boyun hissəmə. Və bu çox rahat bir şəkildə 1 il məndə gedir. Yəni 5 ildir ki istifadə edirəm. Çox yaxşıdır. Məsləhət də görürəm. Və bundan başqa da yeni aldığım kremim var idi. Bundan da çox razıyam. Çox gözəl kremdir. Həm də kifayət qədər içində də krem var. 50 millidir. Yəni yaxşıdır, hələ ki məmnunam. Hər zaman mənim makyaj etməsəm belə güneş kremindən sonra etdiyim şey qaşlarımı sabitləməkdir. Çünki qaşlarımın formasını heç sevmirəm. Buna görə də qaşımı da bununla sabitləyəcəm və ondan sonra hazıram. Qış paltarlarından bir neçəsi qalmışdı. Yoldaşımın və mənim. Onları da vakuumlu paketlərə yığaq və ortalıq birazca da olsa yığırsın və yay paltarlarımı çıxarmışam. Amma elə olduğu kimi də qoymuşam şkafa, yəni düzəltməmişəm, təmizləməmişəm. Onları da birlikdə edərik. Alina üçün brokolim və buxarda bişirdim və bu formada blenderlə əzdim. Belə oldu. Qızlar, türklərin tarifi ilə desək, türklərin resepti ilə desək, pişi hazırlayıram. Türklər buna pişi deyirlər. İçi boş formada. Bizdə isə pirojki gedir. Və içini boş edəcəm. Çünki kartof bişirməmişəm. Mən bu formada bişirməyi də, yeməyi də çox xoşlayıram. Xəmirim də gördüyünüz kimi nə boyda olub. 3-4 stəkan un, maya, 1 stəkan su, duz, şəkər tozu. Bunları qarışdırıb biraz mayanın aktivləşməyini gözləyirik. Ondan sonra da unu əlavə edib, tuzu əlavə edib belə bir xəmir yoğururuq. Və 4-5 stəkandan bu boyda xəmir alındı. İndi gəlin bunları yağda qızardım.
Qızlar, yeni belə bir məhsul aldıq. Həm diş qaşıyıcıdır, həm də açacağım sizə daha ətraflı göstərəcəm. Bu hissəyə hər hansı bir meyvəni qoyursunuz və verirsiniz. Uşaq özü onu suyunu yeyir. Yəni belə bu formada deyim. Belə maraqlı bir şeydir. İndi istifadə edəndə də sizə göstərəcəm və indi açacağım bunları. Və bunu neçəyə aldıq? 8 manat 90 qəpiyə aldıq bunu. Burada da belə bir oyuncaqlardır, heyvanlardır bunlar. Belə deyil, vəhşi heyvanlar. Bunlar da qiyməti 15 manat 90 qəpik idi və biz bunu endirimlə 12 manata aldıq Nərimanovdan. İkisini də eyni mağazadan almışıq və o cümlədən də yemək masası aldıq Alina üçün. Onu da sizə ayrıca bir formada çəkəcəm. Bunları hələ ki açmıram çünki bunlar bərkdir. Alina da hər şeyi ağzına aparır. Amma bunu açacağım. İndi meyvə də qoyub içinə verəcəm. İndi hamam və tualeti təmizləyəcəm. Ən yaxşı variant tualet və hamam təmizliyi üçün Domestosdur. Domestosla buranı təmizləyəcəm. Eləcə də hamamı. Hamam və tualet təmizliyində daha çox istifadə edirəm Slippi-dən. Əgər vaxtım çoxdursa, dərinləməsinə bir təmizlik edirəm. Amma yox, vaxtım azdırsa, məsələn, qonaq gəlmədi ya da çox vaxtım yoxdur, 5-10 dəqiqəyə tez bitirməliyəm. O zaman mütləq Slippi-lərdən istifadə edirəm. Slippi çox gözəl şəkildə təmizləyir. Hal-hazırda da mən sizə bunu göstərmək istəyirəm ki, Slippi necə tərtəmiz edir. Gəlin başlayaq. Əsasən də mən belə yaşıl rəngindən istifadə edirəm. Belə 2 dənə salfetka götürdüm. Slippi ilə təmizlədiyimiz zaman daha çox parıldayır. Belə yaş olmasına baxmayın salfetkaların. Bu bir müddətdən sonra parıldayır və sizin bunu yenidən qurulamağınıza ehtiyac yoxdur. Tərtəmiz olur. Elə məncə hamam və tualet təmizliyində belə tək istifadəli salfetkalardan istifadə etmək daha yaxşıdır. Çünki buranı istər-istəməz hansısa bir bezlə təmizlədiyiniz zaman o bezi yenidən yuyub istifadə edirik. Düzdür. Yəni təmiz formada yuyuruq, həmişə elə edirdik. Amma yenə də məncə belə salfetkalarla təmizləmək daha yaxşıdır. Baxın, tərtəmiz olur. O cümlədən burada gördüyünüz hər şeyi bunlar vasitəsilə siləcəm. Məsələn, bunu. Mən düzün desəm, sizin üçün belə videolar çəkmək istəyirəm, amma
düşünürəm ki, bəlkə də yaxşı olmaz, yaxşı qarşılamazsınız. Sadəcə bizdə yer dar olduğuna görə mən rahat formada çəkə bilmirəm. Buna görə də bacardığım qədər öz təmizliyimi sizə göstərmək istəyirəm ki, hansı vasitələrlə edirəm. Çünki siz mənim videolarımı izləyənlər bilir ki, pratik təmizliyi çox sevirəm ki, daha yüngül vasitələrdən istifadə etməyi, daha rahat vasitələrdən istifadə edərək təmizlik etməyi çox sevirəm. O cümlədən yerini də indi təmiz bezlər götürəcəm və yerini də silip ilə siləcəm. Baxın, fikir verin, indi birazdan görəcəksiniz ki, necə parıldayır. Hamam otağı da bu vəziyyətdədir. Mən əslində hamam və tualetdə bəzi dəyişikliklər etmək istəyirəm, amma elə bu söküntü məsələsi mənim qarşımı kəsir. Çünki burada istəyirəm bir şkaf olsun, bu şampunlar bu formada qalmasın, amma inanın ki, nəsə etmək içimdən gəlmir. Çünki sökülmə məsələsi var bu binaların. Ona görə də istəyirəm ki, yeni evə köçdüyümüz zaman bütün xərci, bütün həvəsimi, hər şeyi ortaya çıxarım. Həm də dar olduğuna görə fikirləşirəm ki, bura nə şkaf qoysam daha da darlaşacaq. Amma hələ ki belə fikirləşirəm. Sadəcə bunlar burada olmasa, biraz daha səliqəli görüntü olsa daha yaxşı olar. Amma hələ ki belədir. İnşallah yeni evə köçsək, yaxın zamanlarda sizin için oradan daha maraqlı videolar çalışacağım ki, çəkim. Amma hələ ki belədir. Slipidən yenə götürürüm və başlayım təmizliyimə. 2 dənə slipimi götürdüm yenə, amma bu dəfə birini ayırıb qoyuram. Və birinci başlayıram hardan? Şüşəni təmizləməkdən. Güzgünü təmizləyəcəm. Güzgünün kənarlarına baxın necədir. Baxın, kənarlarında burada ləkələr görünür. Bu hissədə də var onlardan. Baxın, görünür. İndi bununla sileyim. Sizə baxın görək necə təmizlənir. Belə sildim və bunun üstü indi quruyacaq. Quruduqdan sonra sizin üçün daha aydın formada çəkəcəm. Yəni başqa heç nə ilə qurulamıram. Sadəcə bununla silmişəm. Və o cümlədən buranı da silə bilərsiniz. Baxın, indi bunun üstündə ləkələri görürsünüz yəqin. Bir dəfə bununla silməklə baxın, tərtəmiz olur. Yəni əgər evinizə qonaq gələcəksə, vaxtınız yoxdursa çox təmizlik etməyə, bununla tezbaza bir təmizlik edə bilərsiniz. Həm də bunun daxilində onsuz da domestos filan, sirkə, yəni belə şeylər var onsuz da. Yəni heç narahat olmayın ki, bununla steril olmayacaq, daha da yaxşı təmizləyir. Təbii ki, mən belə silirəm. İndi birazdan tam təmizlənməyən yerləri özüm ayrıca da belə siləcəm. Bu sabun qabını ayrıca təmizləyim gərək. Amma baxın, bunu da belə. Çünki bir əlimdə telefonu tutmuşam. Bu telefonu sabitləmək üçün bir yer axtarıram ki, ora qoyum və sizin üçün rahat, maraqlı formada bir videolar çəkim. Hal-hazırda mən videonu dayandırmamışam və
şüşənin təmizliyinə baxın. Hal-hazırda mən tez-tez edirəm. 6 dəqiqədir bu videonu başlatdığım. Yəni 6 dəqiqədə demək olar ki, tualet tam şəkildə bitib və hamam da demək olar ki, bitib. Sadəcə bunun içini indi domestoslayacağım. Bu formada elədim. Kızlar, YouTube'da bir xanım var. Xarici səhifədir, xarici kanaldır. Mən çox zaman ona baxıram. O da belə təmizliklər edir, amma çox pis evləri təmizləyir. Yəni nə qədər zibillər çıxarır o evlərdən. Mən onu da deyim ki, normalda mən bunun içini belə salvetka ilə təmizləmirəm. Belə bir bezimiz var. Həmişə burada olur. Hamam üçün istifadə edirik. Sadəcə bu dəfə sizə pratik təmizliyi göstərdiyimə görə elə buramda bununla təmizləyəcəm. Mən bəzən də nə edirəm? Heç domestos tökmürəm. Əgər evdə domestos yoxdursa, adi bir şampunla belə silip ilə buramda sildiyim zaman parıldayır. Əsas yerləri təmizlədim və bu formada təmiz oldu. Və indi buranı təmizləyəcəm. Sadəcə siləcəm və şampunların üstünü təmizləyəcəm. Amma bunları çəkməyəcəm sizin üçün. Çünki elə bu formada bunu təmiz də qoyduğum zaman bura tör-töküntü görünür. Burada Alina'nın belə bir vannasıdır. Alina'nı artıq hamam otağında yuyuram və qoyuram bunun içinə. Ayaqları bunun içinə dəymir və vannasının içinə dəyir. Və tez-tez yuyuram, çünki havalar istidir. Sizin də körpə uşaqlarınız varsa çalışın ki, suyla daha çox yuyun. Mən belə edirəm, yəni bu formada təmizliyim də bitdi. Demək olar ki, sabun qabını yuyacağım. Bir-iki xırda işim qaldı. Onları da edeyim. Təmizliyim bitdi. Qızlar, sizə bunu göstərmək istəyirəm. Əslində demişdim. Belə bir yemək masası almışıq Alina üçün. Çox gözəldir. 85 manata almışıq. Və bu formada kəməri də var. İçində yumuşaq belə oturacaq hissəsi də var. Çox gözəldir. Dünən bunu quraşdırdıq, sildim. Nərimanovdan almışıq. Məncə bunu bahalı formada almağa heç ehtiyac yoxdur. Çünki bu formada çox keyfiyyətli və gözəl bir formada gəldi. Belə bugün Alina yanımızda oturub və mən səhər yeməyimi elə yemişəm. Aşağı hissəsi də biraz böyüdükdən sonra uşaq bu qabaq hissəni buranı çıxarırsınız. Oturacaq və stol olur. Yəni uşağınız orada oturub nə isə rəngliyə yaza da bilər. Ya da oyuncaqları ilə oynayar. Yəni baxın belədir. Bundan ucuzu da var idi. Sadəcə onun altında belə bir stolu yox idi. Ona görə həm də bu bütöv olduğu zaman məncə daha keyfiyyətli olmur. Elə bilirəm ki, uşaq oradan yıxılacaq filan. Belə olduğu zaman çox möhkəmdir. Yəni baxın,
Onu belə elədiyim zaman elə açılmışdı mağazada. Orada da baxdım. Belə elədiyim zaman çox tərpənirdi. Amma bunda elə bir şey yoxdur. Çünki altında məncə bu onu daha da sağlam edir. Bilmirəm, yəni mənə görə belədir. Həm də qiymətinə görə də yaxşıdır. Biz getdik bir mağazaya 160-180 manata idi orada. Belə yemək masalları. Amma məncə bu da yaxşıdır və şirin görünür. Həqiqətən çox xoşuma gəldi. Və Alina da oturdu burada mən yeməyimi bitirənə kimi və özü üçün oyuncaqlarla oynadı. Tək mənfi cəhəti ondan ibarətdir ki, bura mən oyuncaqları yığıram və Alina hamısını yerə atır. Tək mənfi cəhəti budur. Yəni belə sizə də fikir olsun. Yəni gedib daha bahalısını almaqdansa, məncə elə bu qiymətə olanlar da daha yaxşıdır. Stolu olmayan bu alt hissəsi, yəni burası olmayanlar 54 manata da var idi. Yəni sizin də fikrinizdə olsun. Bu qədər. Bura qaynanamgilin otağıdır. Və bizim hər iki tərəfdən, həm bizim otaqdan, həm də qaynanamgilin otağından bura, yəni mətbəxə girişimiz var. Yəni biz hələ ki gözləyirik. Bura elə bir yerdədir ki, mən bu yeri çox sevirəm. Çünki Nərimanovda tam mərkəzdədir. Amma biraz evdə biz istədiyimiz dəyişiklikləri edə bilmirik. Onun da səbəbini sizə demişdim. Məsələn, istəyərdim ki, burada gözəl bir mətbəx mebeli yığaq. Bunu sadəcə biz indi yığıb burada etmək istəmirik. Çünki sökülmə məsələsi var və bu məsələyə görə biz qalmışıq ki, nə edək. Burada da yoldaşımın və mənim kitablarımdır. Daha çox yoldaşımındır. Mənim də bir neçə kitabım var burada. Bu formada. Bir gün buranı təmizlədiyim zaman da sizin üçün video çəkərəm. Çox maraqlı kitablar var. Bəzən oxuyuram. Hal-hazırda isə çox da vaxtım olmur ki, bu kitablardan oxuyum. Burada belədir. Bu da mənim mebelimindir. Bizim otaqda yer olmadığına görə beşik gəldi bizim otağa. Ora çox darlaşmışdı. Yer olmadığına görə gətirdik, bura qoyduq. Və burada qaynatamın masasıdır. Burada yazılarını filan yazır. Yəni belə. Hamam tualetimiz də burada. Məndən istəmişdiniz ki, mən ev vlogu gəlsin, evi göstərim sizə. Giriş hissəmiz, burada bizim otağımız. Və burada da Alinam yatıb. Televizorun səsini azaldım. Çünki istəmirəm ki, mənim videomda nəsə problem olsun. Burada da Amilə baxıram. Amin Xəlilə baxıram. Gün ərzində bəzən qaynanam açır. Mənə də maraqlı gəlir. Bəzən baxıram, əsəbləşirəm bəzi şeylərdə. Amma bir veriliş kimi məncə Azərbaycanda olan verilişlərin arasında ən yaxşılarındandır. Və belə güllərimi də qoymuşam. Məncə belə açıq vəziyyəti daha gözəl oldu. Güllərin çoxsunu da atdım. Burada da qaynanamın gülləridir. Keçən dəfə bu gülü soruşmuşdunuz. Bu formadadır. Bunun çox belə yaşı var. Soruşulmuşdu ki, nəsə əlavə edirsinizmi buna? Bu necə belə böyüyüb? Qaynanam mənə bunun əvvəlki şəklini göstərdi. Mənə də göndərib deyəsən. Mən dedim ki, sizin gününüzü soruşurlar məndən. O da mənə şəklini göndərdi əvvəlki, hansı ki, necə gül açır. Əvvəllər açıb, heç mən 3 ildir buradayam. Mən görməmişəm gül açdığını. Qaynanam bundan çıxarıb yanından kiməsə verib və ondan sonra da gül, yəni bu gül açmayıb, yəni belə deyim. Buna görə də məncə bu küsüb, inciyib. İndi bunu barışdırmaq lazımdır. Amma çox yaşı var yəni bunun. Bəlkə də torpağını dəyişmək lazımdır ya da neysə. Amma heç nə əlavə etməmişik. Qaynanam deyir ki, bir dəfə xalqlardan nəsə güllər üçün bir gübrə almışdı. Ondan verdikdən sonra yaxşı olmuşdu. Amma hələ ki almamışıq. Və burada da belə güllərimiz var. Mən sizin üçün bu gülləri ayrıca çəkmişdim. Bilmirəm, baxmısınızsa, baxmamışsınızsa əvvəlki videolarda var. Belə. Həmişə Trendyoldan sifariş vurduğum zaman
Bu binanın altında Starex'in var. Dümdüz bakın bu binanın altında. Bizden sonraki bina. Yani çok yakında. Bu hissələri də onsuz da bilirsiniz. Bu stulları da belə saxlamışıq. Çünki qonaq gəldiyi zaman lazım olur. Sadəcə bizdəki problem nədir? Nələrsə belə bir əşyaları qoymağa yerimiz yoxdur. Sadəcə bir problemimiz budur. Yəni çox problemimiz var, amma bu da bizim bir problemlərimizdən biridir ki, biz bu paltarlar, artıq əşyalarımızı qoymağa yer tapmırıq. Belə şkafların üstündə filan qoyuruq, orada saxlayırıq. Anina üçün dünən yadımdan çıxıb yerə sərmək üçün termoxalçalar olur. Əgər ucuz yerini bilirsinizsə, zəhmət olmasa mənə yazarsınız. Çünki mən istəyirəm ki, Anina üçün elə bir şey alım. Çöldən də o qədər səs gəlir. Çünki bunu fırlanıb qıraqlarına gəlir və başlayır bu parçanı yemək istəyir. İstəyirəm o xalçadan alım ki, rahat bir xalçanı sərim, üstündə nə istəyir eləsin. Yəni o xalça biraz bərk materiallı olduğuna görə onu yeyə bilməyəcək. Həm də üstünə nəsə töküldüyü zaman rahat şəkildə silmək olur. Amma ki bunu mütləq mən yumalıyam, yoxsa üstündəki ləkələr çıxmır. Aninamın oyuncaqları artıq bunun içindədir. Bir də Trendyoldan belə bir şey zakaz vermək istəyirəm ki, oyuncaqları yığım, hansı ki belə evdə qoyursunuz onu, içinə yığırsa səbət formasında. Əgər Bakıda bildiyiniz bir yer varsa, ucuz olan. Niyə ucuz deyirəm? Çünki bunlara çox pul vermək, çünki bir müddətdən sonra uşaq gəzəcək, o termoxalça elə də çox istifadə olunmayacaq. Yəni mənə əsas lazımdır iməkləyənə qədər onun üstündə biraz fırlansın, ağzı yerə dəyməsin. Birazdan gəzdikdən sonra isə onsuz evdə gəzəcək. O xalçaya da yenə də ehtiyac ola bilər, amma o qədər də ehtiyac olmayacaq. Və qızım da burada yatıb. Mən burada danışıram. Aninaya belə səslər təsir eləmir. Sadəcə nələr təsir edir? Məsələn, qapı tıqqıltısı, birdən-birə ani səslərdən qorxur. Və belə. Bu da mənim suyum. Aninanın ürəyi gedir bu butulka üçün. Elə bunun üstünə özün atır ki, bunu tutsun. Mən də yerə qoyuram onun qorxusundan ki, birdən gözünə filan harasınasa dəyər. Və belə qızlar, başqa mənim otağımı da artıq görmüsünüz. Oranı da çəkməyə bilmirəm ehtiyacı varsa, yenə də hər ehtimal çəkim. Çünki ola bilər ki, mənim yeni və gözəl izləyicilərim məni bu videodan tanıyarlar. Və belə bir... Baxın, sizə dediyim qapı oradadır. Əvvəlki izləyicilərim bilir artıq. Oradan da mətbəxə giriş var. Yəni belə. Bu da həmişə əvvəlki izləyicilərim bilir. Bu da həmişə buradaydı, kravatın yerində. Bu hissədə səhər oyanmışıq. Təmizləməmişəm hələ də otağı. İndi Alina yatıb. Buranı da tez təmizləyim, üstünü sərim. Və belə. Mənim otağım da bu formadadır.